bilirsiniz. Yəni, bu maşın çox maraqlıdır. Özü ki, bunun maraqlı xüsusiyyətləri var ki, mən hələ dəfələr təkər asılı. Deməli, 58-ci ildə SSR İrana, deməli, bu maşın 4 dənə maşın olub bundan, İrana göndərilmiş və gətiriblər İmişli, o vaxt Sartrovçun deyirlər, yəni çeşidləmə stansiyası. Orada saxlayırlar, yəni İrana verməlidirlər. Nəsə olur, 6 ay qalır orada maşın, davamını bilmirik nə məqsədlə və maşını geri qaytarırlar. Bunu kimi hara versinlər? O vaxtda, yəni Neft Şirvanında, İndi Şirvan şəhərində neft təzə çıxmışdı və Partizan Babaşın qardaşı Ağalı kişi də həmin neftdə neftçi yetişdirirdi, yəni traktorist idi və deyirlər neftçilərə verək bu maşını, Şirvanda neft çıxıb və atam bunu almaq istəyir, düz atam ticarətçi olduğuna görə ona icazə yox idi yəni almağa və dayısı Ağalı kişinin adını alırlar, yəni Partizan Babaşının qardaşını. Və belə bu maşını biz əldə edirik və bu günəcən də atamdan sonra da mən saxlamışam, yəni atam bir ömür bu maşını sürüyor. Saxlamışam və bu maşında hələ Partizan Babaş neftçalada rəis işləyəndə də bu maşını sürüb, istifadə edib. Hətta atam deyirdi ki, gördüm sürür, 2 təkər üstə qalxızırdı bu maşını, belə maraqlı, yəni o vaxtı. Sonra bu İmam Mustafa ilə bəli. Deməli, İmam Mustafa ilə bağlı idi. İmam Mustafa'yı saxlayan şəxs, yəni olubdu, onun atası olub, yəni yetim olub İmam Mustafa. Yəni onlar İmam Mustafa birinci katib işləyəndə, yəni işdən çıxandan sonra onun dostları hamısı çəkilir, atam deyirdi ki, çəkilir qırağa. İndi bu Moskvaya getmək istəyir ki, şikayət eləsin ki, mən burada kiməsə nə etmişəm ki, məni burada nəsə narazılıq yaranıb və heç bir doğrusu indi o da hər adamla getmək istəmirdi və Kərim İnşallah rəhmət eləsin, yəni İmam Mustafa'yı saxlayan adamın, yəni onu demək, himayə edən adamın oğlu olub və Kərim kişi deyir, mənim belə bir dostum var, kənddə təzə maşını var, Zimbala, bu Moskvada, o vaxt Zimbala deyirlərdi buna. Yəni ki, çağırar, atama vaxtda telegram olur, atam gedib, həmin bu maşından İmam Mustafa evi atam Moskvaya yola salır. Yəni, İmam Mustafa evi ilə atamın dostluğu oradan başlayıb, deməli, dünyasını dəyişənə yaxın da çağırdı atamı, çox maraqlı bir söz deyib. Deyib, gəl ağa başı halallaşaq, deyib, mən sənə nə borcum, sən mənə borcum belə. Ondan sonra deyib, yox, yeganə rüşvət aldığım adam sənsən, o da camış qatığı. Çünki atam həmişə ona kətdən camış qatıq aparırdı, o camış qatığı xoşlayırdı çox. Allah rəhmət eləsin hamısına. Həyatda almaq istəyənlər olub olmayıb? İstəyənlər olub, hətta Lənkəranda bir oğlan gətirib bir cip dedi, nə qədər pul verirsən. Gördüm, yox, bu çox mədəni oğlandır. Dedim, siz bu maşını ne için alırsınız? Dedim, mən sürəcəm bunu kevim istəyəndə belə. Yəni ki, bu maşınla əhvalımı yaxşılaşdırmaq üçün. Dedim, siz indi bu maşını alırsınız, ikinci əl alacaqsınız, istifadə edəcəksiniz. Amma bu maşın, indi siz o qədər bundan ləzzət alacaqsınızsa, görün, mən bu maşının içində dünyaya gəlmişəm, mən nə boyda ləzzət alınan bu sürəndə, bunu mümkün deyil. Yəni, çox olub, yəni bu maşını istəyən, amma mən yəni təkcə ata yadigarı kimi yox, eyni zamanda bu maşın tarixi bir maşındır ki, onda tarixi şəxsiyyətlər oturublar, tarixi şəxsiyyətlər deməli bu maşından istifadə edirlər və bugün çox dünyasını dəyişmiş insanlar gəlin gedib bu maşında o vaxtı belə